İran rejimi bir taraftan ve İsrail ile Amerika bir başka taraftan 12 günlük sıcak savaştan sonra bir ateşkesle belirsiz bir durumu devam etmektedirler. Ama bu belirsiz bir durum Amerika-İran gərginliyinin mürəkkəbliyi üçün bitmə halı yoxdur deyə kimi gözə çarpır. Hətta deyərəm ki, bu mürəkkəb durum vəziyyəti İran-Amerika gərginliyi və İran-İsrail çatışmasını bir açmaz hale gəlməsi və çözülməyən bir duruma varması gözə çarpır. Ama eyni halda Amerika ve İsrail birlikte İranda uranyum zenginleştirmesinin sürecine engel törətdilər. Ama bu engel törətmə İran rejiminin gələcəkdə atom bomba gəlişdirib və atom bombanı əldə etməmə mənasına gəlməz. Bir başqa deyişlə İsrail, İran və Amerika İran problemi 12 günlük savaş ilə çözülməmiş bir halda durmaqdadır. İndi halen 450 kilo 60%'lik zənginləşmiş uranyum İranda durur. Bu rejim necə, harda, gizlicə bu teknolojini gəlişdirib və atom silahını əldə etməsi ən azı teoride həll olmamış bir halda durmaqdadır. İran rejimi hələ də uranyum zənginləşdirməsini İrana bir haqq olaraq vurğulamaqdadır. Və uzun mənzilli və İsraili hədəf alan füzələr hələ də rejimin silah arsenalında durmaqdadır. Yəni İran rejimi bir atom silahının başlığını əldə edə bilirsə, o başlığın İsrailə yetirməsinin uzun mənzilli silahı və ya uzun mənzilli füzəsi İran rejiminin arsenalında durmaqdadır. Yəni bir qüvvə İran rejimi İsraili atom silahı ilə hədəf tutması mümkündür. Bunu hər kəsdən aydın həm İsrail və həm Amerika bilməkdədir. Bu problemin çözümünə yalnız bir yol vardır. O da İran rejimi ile Amerika'nın arasında bir anlaşmanın imza olmasıdır. Ama bu anlaşma her bir anlaşma kimi iki tarafta oturup ve anlaşacaklar diye bir anlaşma değildir. Bu anlaşmanın içeriği Amerika dikte edecek ve İran rejimi onu kabul edecek diye bir anlaşma modelidir. Yani sade bir dillə desək, İranın Amerikanın istəkləri qarşısında təslim olması Amerika tərəfindən tələb olur. Bunu dəfələrcə Trump da fərqli danışmalarında ifadə etmiştir. Son həftələrdə Amerika, İran veya İsrail-İran cephəsində Amerikanın ve İsrail'in cephesi güclənmədə ve Avrupa'nın İngiltere, Fransa ve Almanya İran rejimini Amerika ile anlaşmaya, yani o teslim olma anlaşmasına imza atmaya zorlamakta ve bildiğiniz gibi son günlerde bu üç Avrupa ülkesi tarafından maşa mekanizması ya snapback siyaseti İran'a yaptırımları ve tahrimleri geri döndürme ve İran rejimini daha çok sıkıntıya koyma qəsdiyle meydana gelmiştir. Yani indi Amerika, İsrail ve Avrupa cephesi İran'a karşı birleşmede ve güclənmədə ve sıkıntını artırmadadır. Bu gərginliyin başka tərəfi İran rejimidir. Acaba İran rejimi bu sıkıntıların karşısında balans qurmağa bir gücü, bir imkanı, bir alternativi var mı? Yaxın geçdiyə baxdığımızda İranın vəkalət gücləri Filistin'de, Suriye'de, Lübnan'da, sonra da Yemen'de, indi de Irak'ta ciddice sıkıntı altında olmaktadır. Yani İran rejimi o vəkalət güclərdən bu şəraitdə Amerika'ya ve İsrail'e karşı bir yardım umma mümkün değildir. Yani İran bugün hatta Rusya ve Çin'i de nəzərə aldığımızda savaş alanında Amerika, İsrail ve hatta Avrupa karşısında tamamıyla yapayalnızdır.
bildiyimizə qədər də İran rejimi 12 günlük savaşda çox ciddi zərərlərə və ziyanlara uğramışdır. İran ordusunun komutanları birinci gün və birinci saatlarda vurulmuşdur. İran rejiminin bilim adamlarını çox ciddi bir vəziyyətdə öldürülüb və etkisiz halə gətirmişlər. Vəziyyəti gördüyümüzdə İran rejiminin bugünkü hali qarşısında olan birlik cəbhə ilə Amerika, İsrail və Avropa ölkələri nəzərdə aldığımızda siyasi və əskəri balans bu iki gücün arasında çox aydınca İran rejiminə üstünlüyünü göstərməkdədir. Amma və lakin bu sual bizim qarşımızdadır ki, əcəba İran rejimi bu durumda o anlaşmanı, yəni təslim anlaşmasını imzalaması və ya imzalamamasını gözdən keçirtməliyik. Əgərsə İran rejimi bu anlaşmanı, yəni kəsinliklə bir anlaşmanın yazılması meydana gəlməlidir və əgər belə bir anlaşmanı ki dediyim kimi Amerikanın diktə elədiyi bir anlaşma olacaqdır, bu anlaşmanı qəbul etmirsə sonuc aydındır. Yəni savaş davam edəcəkdir və İran rejimi o vasitə ilə daha çox sıxıntı altında qalıb, istər-istəməz bu savaş normal sivil insanlara da ziyan verməsini düşünmək mümkündür. Amma böyük sual bu analizdə budur ki, əcəba İran adın çəkdiyimiz o təslim anlaşmasının altını imza edirsə nə olur? Genəldə müxalifətdə olan analitikərlər deyirlər ki, mollalar hər halda öz rejimlərini ayaqüstə saxlamaqdan ötür və öz rejimlərini qorumaqdan ötür o anlaşmanın və ya təslim anlaşmasının altını imza edəcəklər. Amma şəraiti belə analiz edənlər bir ciddi suala dəqiqcə və dərincə düşünmürlər. Məncə belə bir anlaşmanın altını İran rejimi öz varlığını qorumaq istərsə imza etməmək lazımdır. Çünki o andan ki elə bir anlaşmanın altına İran rejiminin imzası getdi, ikinci aşama bu anlaşma haqqında başlayacaqdır. O ikinci aşama nədir? Anlaşmanın gerçəkləşməsinin kontrol etməsi. Yəni doğruluq yoxlayışı. Farsça rastiyyə azmayı deyirlər. Yəni Amerika tərəfindən bu anlaşma gerçəkləşirmi deyə yoxlamaq lazımdır. O yoxluğun doğruluğunu bilmək lazımdır. Və istər-istəməz bu yoxlama ki, əcəba İran rejimi haralarda və ya hansı mərkəzlərdə atom texnoloji gəlişdirir, ya atom bombasının başlığını araşdırır və ya düzəldir deyə araşdırmağı lazımdır. Və ölkənin, yəni İranın hər yerində istəsələrsə bu doğruluğu yoxlamaq üçün bu mərkəzə, ya o mərkəzə, bu fabrikaya, ya o evə baş vurmaqları gərəkir. Bu yoxladığında Xamneyinin öz yaşadığı saray və ya Xamneyinin və ya hər bir hərbi qüvvənin sığınacaq mərkəzi məsələ atomi fəaliyyət orada olmasın deyə araşdırması gərəkəcəkdir. Yəni həm Xamneyinin öz sarayı və həm İran rejiminin önəmli adamlarının sarayları, evləri və hətta bağçaları belə araşdırma mövzusuna çevrilə bilir. Yəni bu şəraitdə adın çəkdiyimiz Amerika-İran anlaşmasının sonucları belə bir sonucdur. Əcəba İran rejimi belə bir anlaşmanın altını imzalarsa öz əli ilə özlərin düşmənə təslim etmirlərmi? Elə dəqiqən bura gəldiyimizdə İran-Amerika çatışması çox ciddi bir açmaz şəraitə uğramaqdadır. Yəni İran rejimi anlaşmanı imzalarsa Amerika İran rejimindən İranın hər yerində, hər bağçanı, fabrikanı və ya sarayı və ya sığınacaq yerinin axtarmasının kilidini Amerikanın əlinə verir deməkdir. Elə dəqiqən buna görə də şərait bir açmaz şəraitdir. Anlaşmanı İran rejimi imzalamırsa savaşın davamı və yenə də İran rejimini zəiflətmə və ortadan qaldırma. Əgərsə anlaşmanı imzalarsa Amerikanın və İsrailin ölkənin içinə rəsmicə girməsinə izin vermək deməkdir. Düşmən
evin içine girdiyse sonuç ne olabilir? Bu mübahisənin içine Amerika'nın ve İsrail'in İran rejimine erkin olmaması ve İran rejimi arkada İsrail'in məhvinə fəaliyyətdə olmasını nəzərdə alaraq bu rejim ayakta durdukça Amerika'nın ve İsrail'in kontrolünden, Amerika'nın ve İsrail'in baskısından baş qutara bilmeyecektir. Yani bu süreç, bu proses yalnız İran rejiminin değişmesiyle, çevrilmesiyle sona çatabilir. İndi bu durumda, bu şəraitdə, bu pəncərədən baxdığımızda başka bir sonuç alma mümkün değildir. Ama bunu nəzərdə almaq lazımdır ki, bu 12 gün savaş hem Amerika tərəfindən, hem İsrail tərəfindən İran rejiminin değişməsinə tələsik bir siyasetin götürməsi lazım değildir. Hatta son günlərdə də Trump deyirdi ki, İranla müzakirə eləməyə əceləm yoxdur. Bu dediğimiz mənada İran rejiminin değişməsinə bu gün sabah değil, ama bu rejimin sona çatılması qısa vadidə kesinlikle İsrail tərəfindən ve ister istemez Amerika tərəfindən hədəf tutulmaqdadır. Bu hədəfə varmaq əlbəttə çox ciddi bir boşluqlar da vardır. Mesela İran içində müxalifətdə siyasi otoritenin olmaması o boşluqlardan biridir. Tələsiksə İran rejimini dəyişməyə gərək yoxdursa, müxalifətdə bir siyasi otoritenin formalaşmasına çalışmaq üçün müəyyən bir zaman əldə vardır deyə düşünmək lazımdır. Bura gəldiyimizdə Azərbaycanımızda bu otoritəsizliyi necə dolduracağıq deyə düşünmək lazımdır. Eyni halda İran çapında Türklərin siyasi değişiklik sonucunda nə vasitə ilə və necə milli haqlarını əldə edə bilər deyə düşünüb daşınıb və o məqsədə çatmaq üçün bu gündən sürətlə bir işlər görmək lazımdır.